Çıkmam tabii mi? Geç. Burada şart təkmir olur da. Bax, yaxşı, düzülən. Dizin uşaqlar. Come on guys. Adam kimi dayanın da, bezdim axı, zibilin zərfqəsi qutarır axı. Her şeyi görmemiş kimse senden olacak. Biri gözləyin, mənəm görməmiş, mənəm. Şimdi ne olsun lahi? Çek, başla yine. Hadi. İş kamran paranoyan elə də. Yallah eşdir Bir şekil çektirdik bak. Leyla, siz değildiniz ki, yalvarandığın gitaranı getir. O boyda yolu iş eləmişəm özümə. İndi nə oldu? Yaxşı gitar al eləmə, keç yer və. Sən vəbşə mumla Temur. Mənə Bakıda danışır. Mənə də çağırasın. Gedən başlasın. Yaxşıdır, Kamran sən. Fikir vermə. Nə var gördün mumla? Buna xəstə yaxşıdır. Yo. Alo. İşimiz var da. Əşi, bu kiminlə danışır? Ay Emil, indi maşını sürüb gedəcəm qalasdan belə. Uşaqlar ilk gəlin. Harda ilk gəlin? Maşının da özden okşuyor, Reziya. Dəyişirsən. Ayaqlarına gəldi indi bunu. Tamam o. Abi kəndə niyə sürdü? Abi yoldan çıktı. Ne oldu ya, xarab oldu maşın? Abi cavab ver gör nə oldu da buna? Ay Zət, nə oldu? Ya nə oldu yenə? Qaqalı olub, maşınınız xarab olur. Sağ ol. Qaqa Yenə nə oldu ya Burada qalsa bir şey olmaz. Bunun qarasını heç olmaz. Bizim için bir qulluq. Sağ ol. Sağ ol. Orada qaldı, biz nə yedik? Ne var burada? Yola gəlin gedək, Tomuza burada. Gel ne dur musun? Gəlin gedək görək. Gələ də gedə. Vallahi kendin konkret yeri var ha. Adam baxdığında heyran olur. Kəs səsimi görmür. Ziyad, nə olacaq? Sarda qalacaq. Gətirib salmısan bizi bura. Mən nə bilim.
Uşaqlar, otel var burada. Gəlin bir dənə ev çıxan. Adətən bura gələnlər belə edirlər. Beyler git seni. Söze bak ya adeten. Burada oteline geldin. Ev tutar. Ev tutmaya pulun var senin. Düz deyir də. Nə olacaq? Bir dənə ağacın altına yıxılıb yatarıq da. Bax, elə siz də kefdən dəm bu. Bəlkə cücələrin arasında Susun görün buna zəyin çatır ya yox. Öldürdün ey sen de. Dada aşklar görək nə danışırsan da. Kəsin də. Hara çəkirsiz? İcazə alın da bir. Şəhərdə sizə istər şey olar. Aha, qanunu bilir ha, ilahə. Figüsü nasıl olacaq da gələcəkdə? Yo, prokuror. Müstəndik çıxıb dərsinizi verəcək. It's not necessary, guys. Sən nənəmi ay Uzundraz. Ay qız, dayan görüm birincisi mənim öz adım var. İkincisi də şəkili çəkən mən deyiləm. Deyil durub burada. Sağ ol Mixaylo. Səmimi olub getmisən, Adın da pis deyil maşallah. Urussan. Şimdi qardaşsız bizi nərdəcəyik? Belə, bazı bu qızların qardaşı olmur. Dayan görüm Mehdi Hüseynzadə bəyim Rusdur. O stat gətirir. Nə gətirir? Stat gətirir, stat. Sizləri bunlar. Aa, bunlar bombalar ki. Başa düşdün indi? Deyirəm axı. Şükür. Sən də gec çatır. Moskvaya getdin, gəldin. Qoyun getdin, baran gəldin. Güya sən neynədin ki? Neçə Moskvada qaldın, axırda bir eşək aldın. Eşək, at deyildi bəs. At idi, Sən nə idi? yoxsa qatır idi. Bəs deyirdin eşək də. Sən nə deyildin? Deyirdin at idi. At idi, Sən nə idi? yoxsa qatır idi. Qatır deyildi o. At idi. Mən Moskvadan eşək almamışam. Qazandığım pula. Axır kətdə deyildi. Nə yaxşı bir söz tapmışsan. Atlı eşəkçi bunlar boş şeydir. Ya sağ babamla bir şey danışın. O vaxt babam deyirdi ki, bizim kətdə SSR-nin dövründə bir qadın yaşayırdı. Atası Azərbaycanlı idi, anası erməni. Atasının anası Rus idi, atası Azərbaycanlı. Anasının da anası erməni idi, atası Gürcü. Babam deyirdi ki, özü də Ləzgiyərə getmiş. İndi o qadın milliyyətinə olur. SSR-i. İndi sən deyirsən Moskvadan gətirin pulla SSR almısan. Sən başın işləmdir, SSR almamışım. Yox, haqlar dostu ol. Giz danışma. Qaytar qabağın gəllə. Nə? Oha! Aa, geyinmisiniz? Necə yanaşır? Klasan. Sən də buradasan. Mən görmədin axı. Yox, sən bizlə gəldin. Yox, piyada gəlir. Əsmər, indi uşaqlar sənə moda göstərəcək. Flashmob kimi. Ona oxşar bir şey oldu. Buyurun uşaqlar, podyuma. Tamam, göndərdiyim bütün geyimləri polisdə. Kənd geyimi, nə olacaq? Növbəti. Vay. Növbəti.
Gir oturur da bura ne ihtiyacı sana? Hə, müasir məktəb. Koş ya. Növbəti. Allah'ım payda falan kalmış. Növbəti. Bax. Nəsən Ay gəl sənin gözünü. Uzun ayağın altına uzun. Ayağına deyil. Başım dəymiş orada. Benden uzun baktım. Hələ bayaqlar başım turbiyə dəyəcəkdi orada. Uzun olsa həmçə də, uzunları elə olur. Demə. Növbəti. Nə gündəsiz siz? Gəl kəsiyəm mən. Gəl. Şəfim alın. Görsən görmürsən oradadır. Növbəti. Ya bu deyəsən meniyə düşdü. Ha telefonu geyinməyə götür əlimə çıx gəl. Thank you very much. Nə verim maç? Gəl dur burada görüm. Mən də maç eləyəcəm sənə. Maç yox verim. Dəyəcək dev maç yox verim. Bağışlayın ay bala. Bu qızın boyun yerə soxum. Atası Rusiyyətdədir, həmişə başıma bu oyunu açır. Hə xala, elə ona görə boyu çıxmır da. Salam aleyküm. Narahat olmayın ay xala. Əgər gecə qalası olsalar, bu qızlar qalarlar burada. Gədələr də gedərlər bizə. Gədələr kimdir? Yəqin ki bizdən deyilsən də. Gədələr maşını xarab olanda. Uşaqlar bizim maşınımız xarab olub da. Hə, Ziya? Gedək biz orada işimizi Yox. Nə deyəsən də? Yox, xarab olub da. Ay qoy fikirləşdi. Ay millət, bu Emil hanı? Hara getdi o? Narahat olmayın, telefon da ondandır. Bir üstünüzə başınıza baxın, bu nə deyir? Dedim paltar götürək, bu dümbələk qoymadı. Hansı dümbələyə göstər görək. Eşi ziyaddır da. Deyir ki, ya gedib qaydacaq onu. Ben size dedim ki paltar getirmeyi. Neçə dəfə demişəm ki, presi gətirəndə xəbər versinlər. Evdə bir kişiyyət yoxdur. Əsmər! Əsmər! Bala gör uşaqlardır, qonşuda uşaqlardan yatdı bir uşaq varsa gətir presi kömək eləsinlər. Ne olur var sana? Ne olur? Nə olub ay xala? Kömək lazımdır. Presi gətiriblər çöldən, onları saraya daşımaq lazımdır. Nə kömək? Biz aşabiliriz. Mən pres daşıyanlarıma bax. Səndən qəşəng daşıyır. Nə var abi, o daşımaq? Bazar üstə. Nə var o daşımaq? Yavaş yavaş tez tez. Nəsəsən, nə var nə ya? Ha profilə bildirəm. Ha burada yola işləyir. Ha qoyun ona, gəlin baxacaq. Ha özü bilsin ya. Ha baxıram ama yuxarı qoyun. Yığın ne alalım. Gelin götürün, ha baxıram buradan. Sigara içimizi çəkək, görək nə var. Nova sigara ihtiyacını verir. Qoy Allah aşağı. Askıya bak, yani bir gün yandı, bunu ile, onu ile, bizdim ta. Ne oldu, evde sigaret yandıramıyorsan? Bak harasta. Gel yandırıp lan. Yandıraq? He. Hala yandırdı, ağıllısan sən. Yandırıp biləcək, değil mi? Yandı görək. Bir yandı maşına oğlum yandı. Ne var ki verirsin? Demin yandı, yandı, tepindi. Evet. Ay o da oğlum yandı, değil mi? Bu hemen. Ah, lezzet kayıf değil buna bak.
Yanacaq. Durun görün bu. Get yine sen götür. Durun tez edin bu. Mən köməyi axırda edəcəm. Ulan daşı sen durursan Mən göster. köməyi axırda edəcəm. Tez. Durun gedin, nə var? Üstə qoyun ha, baxıram burada. Bizə tasmadı. Bizim məsələmiz deyil. Üstə qoyun ha, baxıram burada. Nə var? Alo. Adamın əli gözü. Bura yanır. Ay babam! Su getirin, su Ulan sizin xeyiriniz. Bunu bunlar özləri yandırdı. Kim yandırmış? Sen yandırdın. Orada çəkildi bir baxın arada çəkildi. Qıra, hamısı sənin üz baxımdan olur. Sen yandırmışsan ki bizim işimizi məhv eləyəsən ki bunlar işləyəmir. Ay Lahə, Emin hanı? Nə bilim ay Leyla. Fərid bu kimlə danışır belə? Mən nə bilim, bu tənbəllikdən salamı desəm etsən yazdı. Demə. Hüseyin qaqa, İrəm bəlkə bir dənə niyyət tutasan. Mən artıq niyyət tutmuşam. Evet, tutmuşam ki, Ziyad bizi bir də zibilə salmasın. Hüseyin, Allah haqqı bu tayanı mən yandırmamışam. Mən sigaret çəkmirəm. Qaldı taya, onu da İlqar yandırdı. Doğrudan bu tayan kim yandırdı? Öz-özünə yanmayacaq ki. Kimcə indi nəsə siqaretlə ya nəyəsə yandırıb da bu. Kim yandıracaq Teymur? Cinlər, şeytanlar, əcinələr. Sən də nə qədər saydın? Ərinmir səni? Dayanın görüm, uşaqlar. Birinci nə bizim o maşın xarab idi. Nə də ki, bu otu o İlqarla Fuad yandı. Bu otu yandıran deyə bizim bu peyvərələr idi, də 2 dənələr. Hə, verəm. Nəysə, qarpızı Kəsin o qarpızı ye, yazından öldü. Mən niyyət duram ki, bizim küsürlər barışsın. Mən də niyyət tutmuşam. Hə. Amma deməyəcəm nə. Ay yaşa, kəs görəyim. Əhsən. Ay daha qıpqırmızı deyil. Tələs görək. Görəsən deyə. Aha, görək nə olur. Ya Allah. Tavlaq görək. Uşaqlar. Uşaqlar. Səhərdən rejissorla danışırdım. Hə, tez ol da görək nə oldu görə. Canın çıxmasın, deyə qutar da. Dedi abi. Asi ilə keçmişik. Bizim qrup çəkiləcək. Film başlayır. Bu bizim maşın deyil lan. Bu nə təkər? Ziyad? Bunlara bax. Ziyad da həmişə bizi zibilə salır.
Anasının da anası erməni idi, atası gürcü. Anasının da anası erməni idi, atası gürcü. Bunu deyirsən. Motor. Anasının da anası erməni idi, atası gürcü. Babam deyirdi ki, özü də köpək qızı gürcüyə ərə gedir. Stop, oradan başla. Babam deyirdi ki, özü də Ləzgiyə ərə gedir. Təhsillərlə baxsan görəsən elə biz də mırtaşırıq. Diqqətlə.